Aşıq Əliyə üzümü tuturam. Aşıq Əliyə üzümü tuturam. Aşıq Əli harada göstərəcəklər? Deyildi burada da. Bayramı təbrik eləyirəm. Nəysə, mənim gətirdilər cibimə pul qoydular, paska ilə. Gördüm, Əli də gördüm. Gördüm, Əli ancaq ora baxır. Görür ki, biraz şişib də cibim. Nəysə, elə oldu ki, məclis qutardı elədi. Baxdım, gördüm ki, $10.000 puldur. Bunu mənə veriblər də. Bunlarla mən ayrı gəlmişəm, ayrı-ayrı. Heç bunlarla mənim toyda əlaqəm yoxdur. Əli də qulaq asır, ha. Dedim, qardaş, burada ən təmiz oğlan kimdir? Əli dedi, mən. Dedim, niyə təmiz oğlansan ki? Dedi, namaz qılıram, nə bilim, içki içmirəm, filan fəsməşər. Dedim, ala bu $10.000, apar payla. Payla yox ha, dedim, insafla payla da, onlara da şirinlik ver də, gözləri qalar filan. Əli getdi, gəlmir, çıxmır. İndi bunu niyə görə deyirəm? Xatirədən soruşum ki, xatirə də orada şahid olub. Deməli, Əli getdi, gəldi. İndi elə bildim, 2-3 min uşaqlara paylayacaq da. Götürdüm, mənə 3.000 pul verdi. Dedim, əlim payladım. Mən də baxmadım. Sonra əlim atdım, gördüm, 3.000 pul gətirib mənə. Çox insaflı oğlandı. Və xatirə düşmədi pul? Deyən, onu soruşacağım ki, nə qədər verdi? Nə qədər payladı? İllər sonra burada bu suala cavab tapırıq. Amma düz olsun ha. O puldan sənə pay düşdü yoxsa yox? Düşmədi. Otelə get. Uzun söhbət daha. Yox, düşmədi. Uzun söhbət. Mən göndərdim, o da payladı. Düşdü. Deməli paylayıb da hələ. Bundan sonra kimin belə pul paylamaq arzusu olsa, Aşıq Əlini çağırsın. Çox insaflıdır. Aşıq Əli. Oradan da Aşıq Əli çox həddən artıq o barədə düzgün adamdır da. Mən indi bu sualın cavabını Aşıq Əli fikirləşib ki, qonağımız olanda amma mən sizə bir söz deyim, orada ən çox sizə, yəni məbləğ sizə çatıb. Deməli məsələ qarışdı burada. Ən çox məbləğ sizə çatıb. Orada 5 nəfər müğənni var idi. Yox, vallahi elə olmuyor.